Kendi dolmuşum güzel yoktu diye de. Bizim en güzel adetlerimizden biri de atı çörek paylamaqdır. Bunun üçün xəmiri yaxşı yoğurup, burada çıxarırıq. Bu atı çöreği biz Ramazan ayında paylayırıq. Təndir tam qızandan sonra acımış xəmiri gətirib bunun yanına. Təndir qıpqırmızı olandan sonra eləmək lazımdır. Xəmir geçən kündələri kənarda gözlədirib, kündələri balaca eləyirik ki, çox da böyük çörəklər alınmasın. Onsuz biraz gözləri şişəcək. Təndir tam qızandan sonra üstünü küllüyürük, sonra da kənara tuz vururuq ki, çörək həm dadlı, həm də asan çıxa bilsin. Biz bunun yayında çok da geniş yaymırıq. Üzerine 6 dənə də vilka zərbəsi vurub yumurtanı çəkib təndirə yapışdırırıq. Düz ana məndən qat-qat yaxşı eləyir, amma mən də pis eləmirəm məncə. Fikir nəzirələrdə yazarsınız. Çörəyin üstünü bağlayırıq və gözləyirıq bunu bişməyə. Qıpqırmızı bişəndən sonra bunları hamısını çıxarırıq və yığırıq bir qaba aparırıq bunu evə. Başlayırıq sonra isə halvanı hazırlamaq. Halvanı hazırlama videosu mən bir neçə video əvvəl paylaşmışdım. İstəsəz girib oradan baxarsınız. Yaxşı şəkərini əlavə edib qarışdırıb çörəyin üzərinə halvanı əlavə edirik. Üstüne nakışlar vurup paketleyip başlayırıq paylamağa. Qonşular, qohumlar, əqrabalar, dostlar hamıya paylayırıq. Allah kabul eləsin. Bütün qapıları bir-bir gəzirik, yaxın uzaq demədən hər yerə çatıb çörəkləri paylayırıq. Allah qəbul eləsin. Yumurta. Bu ləzzətli yeməyi sən də hazırlaya bilərsən, necəsini göstərərəm. Əvvəlcə yaxşı bir ət almaq lazımdır. Sonra təndirə od salarsınız, təndir istinə arada bunun üzərində olan artıq piylərin hamısını götürürsünüz. Çox saxlamaya ehtiyac yoxdur. Üzərini qəşəng ədviyyatdan sonra hər yerinə ədviyyatdan bol-boluna yedirirsiniz. Sonra yaxşı bir bıçaqlayırsınız onu 4-5 dənə yerdən. Bıçaqladığınız yerlərə hamısını sarımsaqlar doldurursunuz içərisinə. Üzərinə bişmə kağızı sonra da falqa ilə tam bəllirsiniz. Hava keçməyəsi bir dənə vəziyyətə gətirir. Qoyursunuz kənarda biraz gözləsin. Bu gözlüyən arada mən sizə məlumat verim ki, daim alış-veriş etdiyim Tam Store'da ucuz qiymətlər kampanyası 21 yanvara kimi davam edir. Bütün filiallarında seçilmiş qida və qeyri-qida məhsullarında indirimlər var. Yalnız burada satılan məhsullar var, faydalanmağa tələsin. Təndirin qıraqlarını belə təmizləyəndən sonra ortada olan közləri kənara yayıram. Üç ayağı qoydum ora üzərinə setka. Belə kül səpirəm, niyəsini özünüz yazarsınız. Qoyuram bunları bişməyə nə az nə çox 3 saat bişəndən sonra belə bir mənzərə alınır ortaya. Çox ləzzətli bir yemək alınır, möhtəşəm olur. Ev şahidini hazırlaya bilərsiniz bunu duxovkada. Artıq 2-3 saat hazır olacaq. Hazırlayacaq olanlara nuş olsun. Səhər durub yola çıxmışdım ki, dilə inək balalıq, gəl buna süt içirək, inək balasına sütü içirib, bir dənə adını bilmədiyim evdən biraz yeyib, pişin qabana bal qabağı qoydum yedi, çıxdım maşından yola. Sovet maşında başqa cür yaraşırmış mənə, burada fərqinə vardım, çoxdan sürmürdüm. Getdim dostum ilə bugün onlarda zikir var, birinci həyat bacıda quzularda çəkdim. Burada yeməkləri paylamaya başlamışıq, burada soyutma veririk, üstünə bir dənə aş verəcəyik. Burada bir şey aş məncə ən ləzzətli aşlardan biridir. İşçilər öz arasında burada çay içdilər, hamısı bir adlarında çəkib reklam eləmirəm, özləri işlər mənə paylaş, mən də paylaşdım. Burada bu şəkildə hamı yeyib qutandan sonra ümumi bir dənə dua verilir. Dualar olunandan sonra belə cərgənə dayanıb hamı əllə görüşür. Bunun məclisə bizdə zikir deyirlər. Bütün kəndi, tanışları, qohumları çağırırlar. Bununla bağlı detallı aşağıda yazacağım. Bütün qonaqlar yola salandan sonra artıq əl-ayaqda işləyənlər, kömək edənlər onlar oturur yeməyə. Kəndin ən yaşlı adamı Ramazan dayı ilə söhbət edib qayıdıram və yolu sildim şimdi at da çəkim. Burada ağ qırmızı at var. 5 dəqiqə istirahət edim, hadi oturmuşdum, gördüm ucu hava qaralma eləyir. Demə nə normal lazımdır, qaçarcı gedib həyatda qalan işləri görmək lazımdır. Nə qalıbdı? Odun daşım. Bu belə normalda arabayla daşılır, amma belə əl işlə yığıb daşıyan adam özünü daha bir güclü hesab eləyir. Nəsə odunla ora yığdıq. Odun olmasa odun peçi olmaz, od olmasa ət qurumaz. Qışa biz hazırlıqsız qalarıq. Yaxşı bir dənə şabaldı bişirib yedik. Nuş olsun. Əmi. Hə. Bugün nə bişiririk? Bugün 4 dənə sadə şeydən ibarət bir dənə yemək bişiririk. Bu yeməyə avar dilində deyirlər həlmət.
Ona birinci şor əlavə edib yaxşıca belə qaşıqla əzirik. Tam belə yaxşı. Sonra üzərinə bir azca süd əlavə edirik. Ehtiyatla. Südü əlavə edəndən sonra yenə bir balaca əzirik xırda. Və üzərinə duz. Bax, duz tökdü üstünə qəşəngcə. Sonra nə arıq? Təzə bişən təndir çörəyindən, səsə bax. Təzə bişən təndir çörəyi olanda bu yemək olur çox ləzzətli. Rahat yemək də hazırlama. Sən də hazırlaya bilərsən. Bunu hazırlaya bilməyənlər ayıb olsun, değil mi əmi? İndi gəl bunun dadına baxaq. Çox rahat hazırlanan bir şeydir. Bunu hazırlayıb bir dəfə dadına baxsaq, inan ki peşman olmayasınız. Çox sadə və ləzzətli bir dənə resept. Sizcə külü hara və niyə tökürəm? Bildiyiniz kimi biz tərəflərdə odun peç hər də geniş istifadə olunur. Bu peşdən çıxan küllər biz heyf eləmirik. Odun peç demək olar qış boyu azı 4 ay, 5 ay havalar nə qədər soyuqdur biz tərəflərdə yandırılır. Buradan çıxan külləri biz heyf eləmirik, aparıb bunu toyuq hinlərinə boşaldırır və ya həyətdə müəyyən bir yerlər tapırıq, ora boşaldırır. Sizcə biz bunu niyə eləyirik? Bilirsiniz? Təndiri stres atma deyə yox. Diyetaya başladım deyə sökürəm. Çünki ancaq təndir çörəyi yeyəcəm, şəhər çörəyi yeməyəcəm. Səhər tezdən başladım, ağzımdan çıxan buxarı yəqin ki görürsünüz burada. Təndiri sökəndə əsas məqamlardan birini deyim, mən sizə yadda saxlayın. Kərpiçlər saxlayın ki, sonra təkrar istifadə etmək olasınız. Bəlkə vurub söksəz gərək qeyb kərpic alasınız ya da hardansa taparsınız. Kərpiçləri alınan qədər ehtiyatla çıxarıb qıraqdan sərgəni düzdüm. Çünki ata qıraqdan baxırdım, mən necə iş görürəm. Hərçənd çəkiliş eləsəm də. Kərpiçləri alınan qədər salamat qırağa yığmağa çalışdım. Bura tozluzadı. Hamısını yaxşıca təmizləyib kərpiçləri təkrar kənardan düzürəm ki, istifadə edəndə daha rahat olsun. Belə məftilər ki, çəkirik biz bunun kənarına ki, təndiri qaçmasına əyilməsin. Araba ilə zibili doldur daşıyırıq, məftilləri yığırıq bir qırağa, yavaş-yavaş tam mənzərə bizi gözləyir. Ən maraqlı yerləridir mənə görə. Kərpiçlərin üstünə betonları təmizləyirik ki, sonra rahat istifadə edə bilək. Buranın zibilini atacaq ki, təmizlə bəyənmədik ki. Nəsə tapşırıq dərhal icra edib qaldığımız yerdən davam edirik. Çünki ən səbirsizləndim yeri bəs burasıdır. Darrıma dağın eləyirəm gedir. Tam bir stres atmaq üçün əla vasitə. Dar olmaz bir gücüm. Nəsə buranı təmizləyim, qalanın növbəti videolarda olacaq. Bu Muravey bizə niyə gəlib? Birinci hissə videoya baxanlar artıq bundan məlumatlıdırlar. Salam aleykum. Aleykümselam. Ramazan Bey gəlibdi bizə təndir quraşdırsın. Tez bazar öz xüsusi yollarıyla ölçümlərini götürdü. Dairə və altından bunun hər tərəfindən kərpiç düzəcəyik biz. Mən üzərimə düşən nə idi? Ramazan Bey deyən hamısını eləmək. Kərpiçləri verdim oraya üçün düzdü ata ilə belə ələklədik burada qumu ki biz bunu palçıq qarışdırıb orada istifadə edəcəyik. Təndiri götürəndə bir balaca təntiklik elədik biz. Siz belə şey eləməyin. Qəhrəman dayı zorla razı saldım videoya düşsün. O sınayerləri də düzəltdi, palçığı başladı qarışdırma. Ancaq sarı torpaq və qum var burada, başqa şey yoxdur. O arada içərisinə ocağı salırıq. İçərisində bu od yana qırağını hörməyə başlayacaq ki, təndir həm bişsin, həm də kənarda iş getsin. Bunun ətrafını göstərim ata-baba kərpiçlərlə, qalın kərpiçlər, nazik kərpiçlər deyil, tam belə hörmüşük. Ancaq sarı torpaq, kərpiç, başqa bir şey yoxdur burada. İki ustanın bir fəhlə sonra deməzdim ki günüm çox asan keçdi. Yekunda işləri hamısını bitirdi. Yekun görüntü budur. Qırağına məftil çəkirik. Təndir daha da möhkəm olsun. Ramazan Bey öz Muraveyni xodladı. Onu yola saldıq amma bu o demək deyil ki işlərim bitirmə, işlərim hələ indidən sonradır. Mütləq izləmədə qalın.